Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî şeraha sudûrel mu'minîne bi envâril İslam. Vessalâtu vesselamu ala Resulina Muhammedin hayril enâm ve ala âlihi ve ashabil ikram. Esselamu aleyküm ve rahmetullah. Kâlallahu Teala fil Kur'an. Euzu billahi mineşşeytanirracim. Ve iz ahazna rabbuka min bani Adem min zuhurihim zurriyyetahum vechedahum ala enfusihim elestu bi rabbikum qalu bela şehidna en tekulu yevmel kıyameti inna kunna an hâzâ gâfilin. Sadakallahul azim. Muhterem cemaat, izleyiciler, Allahu Teala'nın inayetiyle, yardımıyla bugünləri yenə də sizin huzurunuzdayıq. Keçən dəfəki söhbətimizdə bildirdik ki, aqil olan insan, düşüncə sahibi olan insan gərəkdir ki, təfəkkür etsin və düşünsün ki, o hardan gəlib, o dünyaya nə məqsədlə göndərilib, onun buradakı vəzifəsi, təyinatı nədir və insanlar bölük-bölük, cavan qoca demədən, varlı, kasıb, padişah, rəiyyət demədən hara gedirlər? Bunu düşünmək insanı insan eləyən amildir. Və keçən söhbətimizdə biz İslam dinində insan kimdir, biz kimik? Bu barədə söhbət etdik. Bugünkü söhbətimiz isə inşallah insan hardan gəlib? Bizim gəlmiş olduğumuz yer haradır? Bu mövzu üzərində söhbət quracaq. Musa Aleyhisselamın duası ilə Allah-u Teala iltica edirəm. Rabbi şrahli sadri və yassirli əmri və hlul uqdatan min lisani yefqahu qavli. Allah-u Teala dilimdəki düyünü çözsün, sədrimi genişləndirsin və danışacağım söhbəti həm özüm, həm də cəmaatımız barəsində, eşidənlər, dinləyicilər barəsində təsirli qərar versin ümidi ilə söhbətimizə başlayırıq. Oxumuş olduğumuz ayə Qur'an-ı Ərəf surəsinin 172-ci ayəsi idi. Onun məali şərifini xatirinizə ərz edirəm. Qiyamət günündə biz bundan xəbərsizlik deməyəsiniz deyə Rəbbin Adəm oğullarından, onların beyinlərindən zürriyyətlərini aldı və onları özlərinə şahid tutaraq dedi ki, mən sizin Rəbbiniz deyiləmmi? Onlar da, yəni ruhlar aləmində, bəli, şahid olduq dedilər. Bugünkü söhbətimiz bu ayətin ətrafında və həqiqəti üzərinə olacaq inşallah. İnsan hardan gəlib? Görürsən, fərziyyələrlə yaşayan insanlar elm adına, bəzən də sifarişlə eramızdan əvvəl neçinci minillikdə filan mağaradan filan sümük tapılıb, insan nədənsə yaranıb, bu ilk ibtidai devirdə olan insanın sümüyüdür kimi fərziyyələr irəli sürürlər. Amma həqiqət nədir? İnsan haradan gəlib? Məlum olsun ki, Allah Teala əvvəl adın təcəllisi ilə həmişə olubdur. Varlığın ibtidası yoxdur. Və Haqq Teala Həzrətləri var idi, özündən başqa heç nə yox idi və onun varlığı bilinmirdi. Və iradə etdi, istədi ki, məxluqatı yaratsın və bilinsin. Necə ki, özü buyurur, Kuntu kənzən məxfiyyən fə əhbəbtu ən a'rəfə fə xaləqtul xalqə. Mən bir gizli xəzinə idim, bilinmirdim, xalqı yaratdım ki, aşkar olam deyə, bilinim deyə. Bu iradədən sonra, bu istəkdən sonra Allah-u Teala məxluqatı yarattı. Amma ilk neyi yarattı? Bu insanın varlığının ibtidası nədəndir? Allah-u Teala xalqı, məxluqatı yaratmaq düşünəndə, iradə etdikdə birinci olaraq Allah-u Teala'nın yaratmış olduğu şey Peyğəmbərimiz Aleyhisselamın nuru olubdur. Necə ki, Peyğəmbərimiz Aleyhisselam hədis şərifdə buyurur ki, Əvvələ mən xalaqallahi nuri. O şey ki, əvvəl Allah Teala xəlq elib, o mənim nurumdur. Başqa hədisdə buyurur ki, Əvvələ mən xalaqallahil əql. O şey ki, Allah Teala əvvəl yaratıb, bu ağıldır. Başqa bir hədisdə, Əvvələ mən xalaqallahil qələm. O şey ki, Allah Teala əvvəl yaratıb, bu qələmdir. Bu qələm, bu hədislər hamısı bir mənaya gəlir. Allah-u Teala ilk yaratmış olduğu şey Peyğəmbərimizin nurudur. Bütün elmi məsələlər o nurun içərisində olduğu üçün, əqli məsələlər o işin içində olduğu üçün Allah-u Teala bəli,
ağıl da o nurun içində xəlq edibdir və Haqq Teala Həzrətləri var olan hər bir şeyin ibtidasında qələm adlı varlıqla başladığı üçün buyurur ki, Allahın yaratmış olduğu şey, bütün varlıqları yaradan alət qələmdir. Və başqa qudsi hədisdə Allah Teala buyurur ki, "Xalaqtu Muhammedən min nuri vəcihi." Mən Muhammədi öz nurumdan xəlq etmişəm. Kitablarda yazılır ki, Haqq Teala Həzrətləri bir nur yaratdı və həmin cövhərin nurunu, adını Nuri Muhammədi qoydu və həmin nura təcəlli elədi, nəzər yetirdi. Allah-u Teala'nın nəzərindən bu cövhər həya etdi və əridi. Və əridikdən sonra 10 bölük oldu. Bu 10 bölükdən, bu mövzu genişdir, söhbət də çox uzun və yorucu olmasın deyə inşallah ömür vəfa etsə, Allah nəsib etsə, ondan da bir bəhs eləyərik. Amma Haqq Teala Həzrətləri bu 10 cövhərdən yerləri, göyləri, ərşi, kürsü, lövh-i, qələmi və cənnəti, cəhənnəmi və hər şey nə varsa həmin o Nuri Muhammədidən, o 10 bölükdən xəlq etdi. Və Allah Əzzə və Cəl həmin 10 yerə bölünən nurun üzündə duran ən qiymətlisindən bütün mövcudatın, varlıqların ruhlarını yaratdı. Həm insanların və insanlarla yanaşı camidatın, cansız aləmin, nəbatatın, bitki aləminin, heyvanatın, heyvan aləminin və mələklərin və cinlərin və var olan, bizə məlum olmayan hər şeyin var olması üçün ruhlarını həmin o nurdan xəlq etdi. Və buyurur ki, kullu nəfsin, yəni bütün nəfsləri, ruhlardır yəni. Bundan sonra Allah Teala'nın yaratmış olduğu birinci aləm, ki Allah Teala'nın 18 min aləmi vardır, ən pak, ən yaxın aləm, aləm lahutdur. Aləmi lahutda ruhları orada saxladı. Min illərlə və Haqq Teala Həzrətləri iradə etdi ki, aləmi lahutdan ruhları aləmi cəbəruta nazil etsin. Aləmi cəbərut adlı bu aləm, aləm lahutdan aşağıdır. Niyə? Onun üçün ki, aləm lahutda olduqları müddətcə ruhlar özlərini bilmirdilər. Görmək, eşitmək, danışmaq, düşünmək qabiliyyətləri yox idi. Onlar həmin aləmdə Allahu Teala'nın vəcihindən məst və heyran idilər. Aləm-i cəbəruta gəldikdən sonra Allah Teala mələklərə danışmaq, eşitmək qabiliyyəti verdi və o cümlədən də biz insanların da ruhlarına və ruhlar biz Allahdan başqa bir şey olduğumuzu orada anladıq. Bildik ki, biz Allahdanıq. İnna lillah, həqiqətən biz Allahdanıq. Və Allah-u Teala aləm-i lahutdan insanları özünə məlum olan müddət saxladıqdan sonra aləm mələkuta, mələklərin məskun olduqları, yaşadıqları, itaat və ibadət etdikləri aləmə onları, bizi nazil etdi. Həmin aləm-i mələkutda çox qəribə və bilməyimiz lazım olan proseslər, hadisələr baş verdi. Belə ki, bu yaxlarda oxumuş olduğumuz ayətdə bildirdiyi üzrə Allahu Teala ruhlara xitab etdi və buyurdu ki, Ələstü bi Rabbikum. Mən Allah Cəllə Cəlaluhu, sizin Rəbbiniz deyiləmmi? Və ruhlar da dünyada bildiyimiz, inkar eləyən, inanan, zalım, məzlum, qadın, kişi, vaxta qədər olan, bundan sonra olacaq bütün ruhlar tam səmimiyyətlə Allah-u Teala'nın bu sualın üzərinə buyurdular ki, qalu, dedilər ki, bəla, bəli, şəhidna. Biz özümüz bu məsələyə şahidik ki, biz quluq, ruhuq, məxluq, sən isə bizim Rəbbimizsən. Niyə? Ayədən də məlum oldu ki, qiyamət günündə bizim bunlardan xəbərimiz yox idi, deyilməsin deyə. Allah Əzzə və Cəl Həzrətləri ruhlar aləmində bizdən əhd və peyman alıb. Xalq olaraq da bizim dilimizdə işlətmiş olduğumuz bir ifadə vardır. Bir neysə hadisəyə rast gələndə deyirlər ki, əkşi, bu qalu bəladan belədir. Qalu bəladan bəli həmin o hadisə nəzərdə tutulur. Yəni, Allah Əzzə və Cəl Həzrətləri ruhlar aləmində həmin o əhd-ü peymanda
insanlara, bəşəriyyətə göndəriləcək 124 min peyğəmbəri müəyyən edir. Onların içərisində 313 rəsulu müəyyən edir və 124 mində nəbiləri müəyyənləşdirir. Və hər bir peyğəmbərə göndəriləcəyi qövmü göstərir və onlara inanan ümmətləri də onlara təqdim edir. Peyğəmbərlərlə onların göndərdiyi qövmü, ümməti orada tanış edir. Nuh əleyhissalam qövmü budur, ona inanan 80 nəfər ümməti də budur. Musa əleyhissalam qövmü budur, ümməti budur. İsa əleyhissalam qövmü budur, ümməti budur. Və nəhayət son axır zaman peyğəmbəri Muhammed Mustafa Allahümme salli ala seyyidina Muhammedin və ala alihi və səhbihi və səlləm ona qövmü və ümməti göstərilir və tanış edilir. Yəni biz dünya gözü ilə Hz. Peyğəmbərimiz əleyhissalamı görməsək də ruhlar aləmində Peyğəmbərimizi görmüşük və ona ümmət olacağımızı vəd vermişik və o da bizə Peyğəmbərlik eləyəcəyini bəyan edibdir. Peyğəmbərimiz ki, son Peyğəmbərdir. Ondan sonra qiyamət gününə qədər Peyğəmbər gəlməyəcək. Peyğəmbərimiz əleyhissalam özündən sonra ta qiyamət gününə qədər onun ümmətini başsız qoymayacaq. Ümmətini irşad edəcək. Mürşidləri, ustazları, alimləri Haqq Taala Peyğəmbərimizə bəyan eləyib göstərir. Və bu alimlərə, bu mürşidlərə təlim metodları öyrədilir və onlara tabi olacaq ümmətlər də göstərilir. Və xalqdan, bizdən də o alimlərə tabi olacağımız vədi alınır. Və Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də həmin o andan etibarən dünyaya özü gərək günə qədər həmin o evliyalardan, mürşidlərdən, ustazlardan, alimlərdən ümmətini irşad eləyəcəyinə dair 33 dəfə əhd və misaq alıb, vəd alıb. O evliyaların, o alimlərin işləri bizə nəsihət etmək, irşad etməkdir. Bizim də işimiz onlara orada vəd vermişik ki, xidmətlərində xeyirlisi ilə durmaqdır. Bundan sonra kitablarda bildirildiyinə görə məxluqatın başına gələcək macəralar və təqdirlər orada müəyyən olur. Dağlar, daşlar, dənizlər, meşələr, şəhərlər, kəndlər, yerlər, göylər. Bütün var olan bütün məxluqatın, şəhərlərin, dediyimiz kimi kəndlərin funksiyaları, var olmaları, yox olmaları, insan həyatındakı təsirləri, önəmləri hamısı orada müəyyən olur. Bundan sonra insana veriləcək təqdir və qədərlər orada müəyyənləşdirilir ki, fəziləti insanın və təqdiri nədir? Kim, hansı dönəmdə, hansı ildə, hansı ailədə, hansı millətdə, hansı vətəndə doğulub dünyaya gələcəksə, biri 1000 il bundan qabaq, biri indi, biri 1000 il sonra, atası, anası kim olacaq? Hansı milliyyətdən, yəni bir insanın hansı millətdən doğulması onun mədar iftixarı deyil. Vallahi Taala'nın təqdiridir. O fəxr eləyə bilər öz xalqının, öz millətinin bəşəriyyətə, insanlara vermiş olduğu nailiyyətlərlə. Amma nə ağın qarada, nə qaranın ağdan heç bir üstünlüyü yoxdur. Və bu bir insanın hansısa millətdən olması onun imtihanıdır. Yaşamış olduğu vətən onun imtihanıdır. Bu minvalla bütün ruhların, insanların gələcəyi orada təqdir olunubdur. Və cümlə mövcudatda hikmət və bütün mövcudatın qayəsi orada ikmal oldu, tamamlandı. Və bilindi ki, məsəl üçün bu adam ki, filan tarixdə dünyaya gələcək, onun imtihanı nə ilə olacaq? Yəni var olan bütün hadisələr, təmasda olduğumuz bütün şeylər bizimlə onların arasındakı bir imtihandır. Allah bizi o bolluqla, Allah bizi o qıtlıqla, Allah-u Teala bizi o vətənlə, o ailə ilə, o dostlarla, o ətrafla, o xəstəliklə, hikmətə binaən imtihan edəcəkdir. Cenab-ı Allah bunu orada müəyyənləşdirdi. Və ustadların, mürşidlərin, alimlərin haqqa irşad və vəzifəyi müqəddəsələri də orada müəyyənləşdi. Sən filan imam, sən filan evliya,
sən filan mürşid, sən filan ustaz, filan alim, filan tarixdə, filan yerə gələcəksən, göndəriləcəksən, o coğrafiyada, o vətəndə, o tarixdə doğulacaqsan, yetişəcəksən və sənin də işin bu xalqı, bu 1000 nəfəri, bu 10.000 nəfəri, bu 100.000 nəfəri irşad etməkdir. Onların da vəzifələri orada müəyyənləşdirilmişdir. Peyğəmbərlərə, alimlərə və evliyalara edilməsi lazım olan üsul, ədəb və təslimiyyət də orada xalqa göstərilmişdir və xalqdan da onların beyəti alınmışdır. Siz İmam-ı Şafiinin fətvalarına uyğun olaraq özünüzdən din uydurmadan yaşayacaqsınız, əməl edəcəksiniz, inanacaqsınız. Siz İmam Əbu Hənifənin, siz Şah Nəqşibənd həzrətlərinin, siz Abdülqadir Gilani həzrətlərinin, bölgəmizdə olan alimlərin adlarını çəkək məsəl üçün, siz Ərənlər babanın, Həzrət babanın, Əfəndi babanın xidmətində duracaqsınız və onların sizə təlim etmiş olduğu tərtibat üzərinə dininizi yaşayacaqsınız. Peyğəmbərlərin və mürşidlərin təyinatı və onlara tabi olması, İslam sözünün mənası bilirsiniz ki, zaten təslimiyyətdir. Təslim olmaq. Həyatı Allah-u Teala'nın Qur'anda göstərmiş o zahiri və batini mənalara uyğun olaraq alimlərimizin, ustazlarımızın, mürşidlərimizin göstərmiş olduğu qayda üzərinə əməl etməkdə məqsəd fərdən hər birimizin insani kamil mərtəbəsinə çatmağımızdır. Hər adamın öz dərəcəsinə görə, hər adamın öz qabiliyyətinə görə. Və bütün xalq da beyət edib orada bu alimlərə, evliyalara söz veriblər. Allah-u Teala bu sözləşməni o aləmlərə aid olan bir tərtibat üzərinə yazıya alır, yazdırır və bir ağ daşın içinə qoyur. Bu da o aləmlərə məlum olan bir tərkibdə daşdır. Sonra bütün xalq həmin ağ daşa əllərini qoyaraq sanki Allahın əlindən tuturmuşcasına, müqavilə bağlıymışcasına əhd və misaq edərək bu sözün üstündə duracağımıza söz veriblər, söz vermişik. Və bu sözü verdikdən sonra bu daş bütün bu hadisələri özündə əks eləyir, sirri saxlayır. Bu hadisədən sonra Allah-u Teala özünə məxsus olan bir vaxtda artıq insanların birincisi olan Adəm əleyhissalamı xəlq edir. Adəm əleyhissalamı xəlq etdikdən sonra onu cənnətdə məlumu hadisələrdən sonra yerə göndərir. Onun üstü ibadət etdiyi 4 qiblə olub. O qiblələrdən birisi Beytül Məmur olub. Adəm əleyhissalam yerdə üzünü hara tutub ibadət etsin, Allaha niyaz eləyib, təmənni etdikdə Allah da o 4 qiblədə biri olan Beytül Məmuru indiki Kəbənin yerinə nazil eləyir. Və həmin o əhd olunan daşı da içindəki yazı ilə o Beytül Məmurun divarına qoyur. O səmalardan enən bir daş idi və bizə məlum olmayan bir tərkibdə bir şeydir. Adəm əleyhissalam orada 1000 il ibadət edib. Sonra Beytül Məmurda yerdə qan töküldükdən sonra Habil və Qabil arasında Allah Teala Beytül Məmuru göylərə çəkir, indi 4-cü səmadadır. Amma həmin ağ daşı, yəni Həcərül Əbyəzi Əbu Qubeys dağına mələklərə qoydurtur. Mən bunları çox qısa danışıram sizin üçün. Və bəzi rəvayətlərə görə Nuh tufanında ona su toxunduğu üçün, bəzi rəvayətlərdə isə İbrahim əleyhissalama həmin o Beytül Məmurun yerində İsmail əleyhissalamdan Kəbəni tikmək əmri verildikdə Əbu Qubeys dağının həmin daşı ora qoymağı əmr edir. Və günahkar insanlar Kəbəyə gedə tarix boyunca onların günahları səbəbilə o Həcərül Əbyad, yəni ağ daş Həcərül Əsvəd olur, yəni qaralır. Bu qədər danışmaqdan məqsədim budur ki, Peyğəmbərimiz əleyhissalatu vesselam Kəbə-i Müəzziməni təvaf etdikdə həmin Həcər Əsvədə əlini vurub. Və bir hədisində buyurur ki, təvaf etdikdə əlinizi Həcər Əsvədə vurun, kim əlini vursa Allahın əlinə toxunmuş kimidir. Ruhlar aləmindəki məsələlər bu da yerdə. Hətta toxuna bilmədikdə insanlar çox olduqda Peyğəmbərimiz əleyhissalam əlinin içini, ovuclarını həmin Həcər Əsvədə tutaraq onu salamlayıb. Onu o səbəbilə Allah-u Teala'nı zikr edib. Və biz də namaz qılanda niyyət etdikdən sonra üzümüz qibləyə əlimizin içini təkbir gətirəndə belə olmaz. Əlin içi
üzümüzü araya alacaq şəkildə həmin Kəbəyə, yəni Həcərül Əsvədə dönəcək şəkildə tutmağımız lazımdır. Və əlimizin içi ilə həmin Həcərül Əsvədin əlaqəsi vardır. Bir mənəvi rabitədir. Həzrət Ömər radiyallahu anh Kəbəni tavaf etdikdə şirkə qarşı çox həssas olduğunun Həzrət Ömər Həcərül Əsvədə müraciətən deyib ki, ey qaradaş, sənin bizə, mənə nə xeyrin, nə də ziyanın yoxdur. Mən buna etiqad edirəm. Amma Peyğəmbər Aleyhisselatü Vesselam sənə toxunduğu üçün mən də toxunuram. Və Həzrəti Əli kərramallahu vəcihlə Həzrəti Ömər radiyallahu anh'ın arasında bir maraqlı diyaloq orada baş verir. Həzrəti Əli də Həzrəti Ömərə xatırladır ki, Allahu Teala bizim əhd və misaqımızı ruhlar aləmi bu daşın içinə qoyubdur və bütün bizim sirrimiz, kodumuz deyək, indiki tabirlərlə desək, həmin o Həcər Əsvədin içindədir. Və qiyamət günündə də həmin əhd və misaq olan həmin Həcər Əsvəd qiyamət gündə bizim inşallah ki xeyrimizdə şəhadət edəcəkdir. Bundan sonra insanlar biz bilək ki, bizim dünyada var olmağımız bizim doğduğumuz gündən yox, bizim yaşımız, tam ki 50 yaşında bir adamın yaşı 50 yox, 1000 illərə bərabərdir. Çünki bizim varlığımız doğulmağımızdan yox, ta ruhumuzun 1000 illər öncə Allah-u Teala tərəfindən yaradılıb, aləmi lahuta, aləmi cəbaruta, aləmi mələkuta və orada olan ələs-sü birəbbikum, ələs bezmində olan bizim vədələşməklərimiz, oradan aləmi mülkə, şəhadət aləminə və başlamışdır və dünyada bizim üzərimizə, bu söhbətdən də inşallah ki bildiniz, üzərimizə yüklənən bir vəzifə vardır və buradan da axirətə, əbədi həyatlara, əsl qayəmiz olan, var olmamızın səbəbi olan behişt həyatına, axirət aləminə gedib tamamlanacağına etiqad edirik. Əgər insanlar bizim məramımız, bizim əməllərimiz, bizim düşüncələrimiz, həyat tərzimiz, bizim üçün ruhlar aləmində müqəddər olan, müəyyən olan, təyin olan tərtibata, təlimata uyğun gəlsə, o insan və yaxud da ki biz insanlar insani kamil olaraq yaradılmağımızın məqsədinə çatmışıq deməkdir. Bir insanın kamil insan olması üçün onun ali təhsilin olmağına ehtiyac yoxdur. Ali təhsilli adamlardan satqın da olur, vətən xain də olur, sonra və s. Və yaxud da ki, gözəl geyimlər geyinmək, gözəl maşınlarda gəzmək, vəzifə sahibi olmaq, pul para sahibi olmaq, bu insanı kamil etmir. Görürsən ki, 21-ci əsrdir, amma insanlar indi Aristoteldən misal gətirir, Kantdan misal çəkir, Əflatundan misal gətirir. Bir eramızdan əvvəl yaşayan insanlar olublar, məsəl üçün ikisi. Kafir belə, müşrik belə olsalar onların demiş olduğu hər hansı bir həyata dair fəlsəfi fikir 21-ci əsrin insanını düşündürür. Demək, insanı kamil eləyən şey Əflatun bədəninə sarmış olduğu bir ağ parça ilə ölçülmür, onun düşüncəsi ilə ölçülür. Biz də 20-ci əsrdə belə gözəl hündür evlərdə filanda yaşayırıq deyə bu demək deyil ki, biz kamil insanıq. Nə qədər naqislər var. Günü-gündən də çoxalır. Amma bir insan istəyir keçmişdə, istəyir indi, istəyir gələcəkdə, onun düşüncəsi, həyat tərzi, həyata baxışı, orada müəyyən olan, bayaq danışmışam, tərtibata uyğun gəlirsə, o kamil insandır və yaşamış olduğu cəmiyyət də kamil insanların təşkil etmiş olduğu icmadır, cəmiyyətdir. Və yaxud da günümüzdə 8 milyard insan bir araya gəlsələr və bir araya gələndə özləri ilə ixtira etmiş olduqları kompüterləri, robotları, peykləri, dronları, bilmirəm, bütün o avadanlıqlarını və qabiliyyətlərini özlərinin və bəşəriyyətin islahı üçün, rifahı üçün bir qərara gəlsələr, gəlmiş olduqları qərar, ruhlar aləmində verilmiş olan qərara uyğun gəlmirsə, o təlimata uyğun deyilsə, biz özümüzü də və dünyamızı da məhv eləyəcək və bu məhvəs tərəfdə getdiyimizi və insanlıq simamızı insanların itirdiyini də görməkdəyik.
İnsan kimi yaşamaq, insan kimi ölmək ümidi ilə. Əssalamu aleykum və rəhmətullah.